Salam mənim əzizlərim. Bu günlər isə sizə dadlı dondurma hazırlayacağam. Bunun üçün mənə südlü krem və skuşonu lazım olacaq. Və Skittles şirniyyatları dondurmamızın dadını çox gözəl, çox dadlı edəcək. Bunu da üzərinə sərpəcəm və rənglərimdir. Məndə 3 dənə rəngdir. İstədiyiniz rəngi vura bilərsiniz. Və gördüyünüz kimi kremimizi əlavə edirəm qabımızın içinə. Hamısını əlavə edirəm. Və sonra mikserlə çalıram. Ta ki kremimiz bərkiyənə qədər çalıram. Gözəlcə çalırıq. Baxırıq. Baxırıq görək ki kremimiz hazırdır ya yox. Və budur, kremimiz hazırdır. Və sonra skuşonunu üzərinə əlavə edirəm, mikserlə çalıram. Çox çalmağınıza gərək yoxdur. Bir-birinə qarışdıqdan sonra bəs edir. Və sonra bu şirniyyatlarımızı əzirik, tökürük dondurmamızın üzərinə. Sonra isə üzərinə tökdükdən sonra qarışdırırıq və sonra qablara əlavə edirik ki, rənglərimizi üzərinə tökək. İstədiyiniz rəngi edə bilərsiniz. Qida rəngləri olmalıdır, əlbəttə ki. Və ayrı-ayrı qablara tökürəm. Mənim əzizlərim, çox gözəl, çox dadlı dondurma alınır. Siz də evdə ediz. Və budur, mənim rənglərim bu qədər. Bir qaşıqdan biraz az. Bir qaşıq yetərlidir. Qarışdırıram. Bu sarı rəngdir. Görün necə gözəl rəngi var. Sonra isə mən bura qırmızı və göy rəngi əlavə edəcəm. Mənim əzizlərim. Qarışdırırıq ki, rənglərimiz tam qarışsın. Sonra isə qırmızı rəngdir, əlavə edirəm və sonra göy rəngi əlavə edirəm və bunları qarışdırıram. Gördüyünüz kimi gözəl rəng alınır. Qırmızı, göy və bunları qarışdırdıqdan sonra mən qaba əlavə edirəm. Bu şəkildə əlavə edirəm. Budur, dondurmamız hazırdır. Buz dolabında 6-7 saat saxladıqdan sonra dondurmamız hazırdır. Mənim əzizlərim, çox gözəl, çox dadlı dondurmamız oldu. Siz də evdə hazırlaya bilərsiniz. Çox asan və çox rahatdır. Ən çox da uşaqlarımızın sevdiyi dondurmadır. Like etməyi unutmayın mənim əzizlərim və abunə olmağı da unutmayın. Sizləri sevirəm, sağlıqla qalın. Təşəkkür edirəm məni izlədiyinizə görə.